Salam, yeni bir vloga xoş gəlmisiniz. Ümid edirəm ki, yaxşısınız. Mən çox yaxşıyam və gördüyünüz kimi evdən çıxıram. Bu dəfə güzgüdən çəkə bilmirəm, çünki əlimdə belə bir balaca zibil paketi var. Bu bir əlimdə naşnik, açar, hər şey var, nəysə uzun sözün qısası. Bir yerdə gedirik şəhərə, Səmbərlə görüşəcəyik. Rosmanın tədbiri var, bugün bir yerdə ora gedəcəyik. Ola bilər Arzumun da tədbiri var. Bəlkə orada getdik, nəysə ki, bütün olanlar olsa sizin üçün çəkəcəm. Çöldə hava o qədər istidir ki, amma bir yandan da külək əsir. Düzdür, deyirsən, nə yaxşı külək əsir, amma o da isti küləkdir, yəni heç bir şey yaramır. Heç nə, əslində bu saatlarda evdən çölə çıxmamağa çalışıram, amma nə qədər də olmasa, indi belə şeylər olanda adam çıxmalıdır. Dünən inansız çıxmışdım yürüyüşə və saat hardasa 2 idi deyəsəm evə gələndə və evə gələndə gördüm ki, mən qaralmışam. Allahdan qarayam. Yəni qarayanızam. Təsəvvür edin, biraz günəş vuran kimi mən günəşi tez tuturam və daha da çox qaralıram. İndi də gedim zibil atım, sonra da elə avtobusla gedəcəm. Çünki onsuz da avtobus mənim gedəcəyim yerə getdiyi üçün boş-boşuna taksi ilə getmirəm. Həm də Astanovka düz evin yanındadır. Maşallah, kondisionerlər də işləyir hamısının. Niyə bu taksiyə boş-boşuna o qədər pul verim deyə düşündüm. Ailə büdcəmi fikirləşirəm hər tərəfdən. Gedim Səmbərin yanında kameranı təzdən işə salacağım. Və biz sənişlə görüşdük. Bir yerdə kofe içdik. Nə? Kofe? Nəysə, indi gəlmişik Osmanın qabağındayıq. İndi keçəcəyik içəri. Bu arada bu sənişlə bizim gəldiyimiz ilk marka günüdür, bəli. Rosmanda Sinozun, Arzumda da Mia'nın. Mən pişiyim Mia. Buradan sonra da Arzuma gedəcəyik. Buradan sonra da Arzuma gedəcəyik. Sırf həmin gün özəl belə bir çarx qoymuşdular, hansı ki Sinozdan aldığınız istənilən məhsuldan sonra gəlib fırlada bilərdiniz. Daha sonra mən stendlərə yaxınlaşıb sizə favori məhsullarımı göstərmək istəyirdim. Mənim artıq bir müddət istifadə edib çox məmnun qaldığım bu toniki göstərmək istəyirəm. Gözənəkləri mükəmməl şəkildə həm təmizləyir, həm də ki bağlayır. Əlavə olaraq bunların üz yuma gellərini də çox tərifləyirlər. O həmişə deyirlər, sənişin yanında onu hiss eləyirəm. Bir qızın boyu nisbətən hündür olur, totuş olur, o birisi də balaca arıq olur ha. Anlayamadım. Sənişlə çoxdan da şəhərdə gəzmirmişəm, ona qərar verdim. Elə Osmandan çıxan kimi gəldik Arzuma. Tədbir elə başlamamışdı düzü, amma çox qəşəng hazırlaşmışdılar. Burada Mia'nın stendini görürsüz. Elə biz digər mağazalar gəzənə qədər tədbir başladı və beləliklə bir neçə blogerlər gördük orada. Həqiqətən də belə tədbirlər çox maraqlıymış. Deməli, belə chia pudinglər yemişik. Sən mənə çəkirsən. Belə chia pudinglər bizə servis elədilər, sağ olsunlar. Üstündə meyvə var idi. Axıra qədər yeyə bilmədim, təəssüf ki. Ürəyim bulandı. Mən də dadı qəşəngdir, söz yox. Sadəcə mən chia puding çox sevmirəm, ona görə yeyə bilmədim axıra qədər. Bir də belə limonadlar həqiqətən çox dadlı idi. Bu arada həm Sinozda, həm də Arzumda kosmetoloq gəlmişdi. Sinozdakı nisbətən belə üzə baxıb deyirdi sadəcə məsləhətlərini, amma Arzumdakı tədbirdə isə aparatla yoxlayırdılar dərinin vəziyyətini. Sinozun verdiyi hədiyyəyə gəlin bir yerdə baxaq. Deməli, belə bir makiyaj çantası düşünün. Bir də belə bir krem qoyublar, bir dəqiqə. Bir də belə bir ləkə kremi qoyublar. Sağ olsunlar. Səmbərlə sağollaşdıq və mən də gəldim Gəncəyə. Buradan da avtobus gözləyirəm ki, evə gedim. Yollar dəhşət probka göstərir. Taksiyə baxdım. Yəni 2 addımlıq yolda, amma təsəvvür edin ki, 25 dəqiqə göstərir. Nəysə, mən də təbii ki, avtobusla gedirəm. Evə yeni gəlmişəm, biraz olar və ağlımdan çıxıb ki, sizə Arzuma verdiyi hədiyyəni göstərməmişəm hələ də. Elə ona görə də videonun arasına yerləşdirəcəm bu hissəni və sizə Arzumdan aldığım hədiyyə qutunu göstərmək istəyirəm və ən əsas onu demək istəyirəm ki, bu mənim ilk hədiyyə qutumdur. Yəni, hələ Arzumdan bunu almaq mənim üçün çox böyük xoşbəxtlikdir. Düzü, heç belə bir şey gözləmirdim. Yəni, Arzumun tədbirinə gedəndə hər hansı bir hədiyyə alacağımı düşünmürdüm. Amma PR boxlara belə bir marka ilə başlamaq həqiqətən məni çox sevindirir. Ümid edirəm neçə PR boxlara. Deməli, bu qutu, baxın, çox qəşəngdir. Elə belə paketin içində Mia'nın öz qutusunu qoyublar. O qədər şirin korobkası var ki, bu korobkaya yəqin ki, heç atmayacağım. Gəlin içərisinə baxaq. Mən içərisini
açıb baxmışam və biraz da dağıtmışam. İndi gəlin bir yerdə də baxaq. Deməli, bu Mia'nın tonikidir. Hansı ki, içərisində glikolik asid, pantenol, niasinamid və ekstraktlar var. Yəni ki, bir dəri üçün lazımlı bütün hər şey bu tonikin içində birləşir. Ümid edirəm ki, effekti də yaxşı olar. Nə qədər PR box olursa olsun, nəyin ki bu, istənilən bir PR box. Bundan əmin ola bilərsiniz ki, mən heç vaxt həqiqətən bəyənmədiyim və istifadə eləmədiyim məhsulu sizinlə bölüşməyəcəm. Nəysə bölüşürəmsə, demək ki, həqiqətən onu bəyənirəm ki, bölüşürəm. Yəni, sırf pul xətrinə ya da hər hansı bir hədiyyə xətrinə bunu eləməyəcəm. Bu isə kremdir, 72 saat nəmləndirmə vədidir. Bunun içində B5, B3 əsas gördüklərimdən söz deyəmirəm, hyaluronik asid, yenə də ekstraktlar və seramid var. Ümid edirəm ki, bu iki məhsul yaxşı olar, çünki tərkibi çox yaxşıdır. Bunu isə artıq bir dəfə istifadə eləmişəm, çünki türk blogerləri bunu dəhşət çox tərifləyirdilər. Bu həqiqətən çox qəşəng bir məhsuldur. Üzümdə videosunu çəkmişəm. Instagram üçün ən qısa zamanda onu da paylaşacağım və bir müddət sonra artıq YouTube'a da qoyacağım. Bu arada Instagramda məni daha canlı mı deyim, günə-gün mü deyim, izləmək üçün mütləq şəkildə adımı bura qeyd edirəm. Məni takip etməyi unutmayın. Belə bir şirin makyaj çantası var, şəffaf, çox şirindir. Sonra bu belə bir maskadır, çil maskası. İçərisindəki çay ağacı və salisilik asid həssas və səpkili dərilər üçün çox yaxşıdır. Ümid edirəm ki, bu çil maskası da uğurlu olub. Bir də belə paç var. Paç akne paçıdır. Yəni ki, səpkinin üzərinə yapışdırırsınız və içərisindəki çirki götürür. Beləliklə tez sağalmasına kömək edir. Bunu da yoxlayacağım, öz fikirlərimi bildirəcəm. Bir də belə bir dəniz çantası deyək də buna. Belə çantalara adətən dəniz aparırlar. Belə bir dəniz çantası var. Bu da çox şirindir. Bu qədər. Məncə çox qəşəng hazırlaşıblar. Siz bu haqda nə düşünürsünüz? Sabahınız xeyir. Biz səhər tezdən oyanan kimi Kəmran Cücbəlayını oyatmışam ki, dur yürüyüşə çıxaq. Gəlmişdi yürüyüş eləyək. Elə 20 dəqiqə olmamış bizə zəng elədilər ki, keçən dəfə videoda göstərdiyim sizlə bir yerdə getdiyimiz ayaqqabı şkafı sifarişimiz gəlir. Onlar yasamalıdadırlar və bizə çatacaqlar. Haradasa 15-20 dəqiqə falan. Ona görə də biz də tez marketə deyib evə qayıdırıq. Mən meyvə şirəsini götürdüm. İndi gəldik sucuk götürməyə. Biz sucuk almaqdan vazgeçdik, çünki hamısı donuz piyi olandı. Hicazın bu kalbasasını götürdük. Ədəvə vurmaq vaxtı gəlib çatdı. Deməli, mən xaldiyən üstünə maqnitlərlə bunları yapışdırıram və bir müddət yığılandan sonra artıq vururam. Görə indi nə qədər gələcək. Səndimə sürücülər biraz gec gələcəkmiş, onun görə arxasında da belə kalbasa bişiririk. Kamrandan kalbasa şov. Mən yumurtanı tam bişmiş sevirəm deyə mütləq şəkildə çevirməliyik. Biz yeməyimizi yeyib bitirənə qədər, baxın, belə 3 dənə bizə korobka gətirdilər. Bu uzun tam olaraq yəqin arxa hissəsidir. Belə 3 dənə korobka gətiriblər. Usta da birazdan gələcək. O qədər dəqiqdirlər. Təsəvvür edin, bu gəldi. 5 dəqiqə sonra zəng elədilər ki, usta da yarım saata çatır. İndi ustanı gözləyirik. Elə usta da dediyi vaxta çatdı və çatan kimi də başladı iş görməyə. Hansı ki, bu şkafı yığmaq əslində mən düşündüyümdən də çətin imiş. Yaxşı ki, yoldaşım evdəymiş. Çünki mən düşünürdüm ki, yəqin şkafı hissələrə ayırıb gətirirlər və gələn kimi taxılacaq. Uzağı 5 dəqiqəmiz alacaq, amma elə deyilmiş. Sən demə 1 saata yaxın iş varmış burada. Ona görə də deyirəm, yaxşı ki, yoldaşım evdə idi. Çünki mən evdə yad bir insan olanda çox narahat oluram, özümdən asılı deyil. Elə yoldaşımın özü də narahat olur, çünki o da telefonda qalmalı olur. O da deyir ki, ancaq telefonu açıq saxla. Yəni ki, mən bilim, ürəyim rahat olsun. Mən də onu qınamıram, özümü də qınamıram əslində. Çünki son zamandakı baş verən hadisələr, ümumiyyətlə, nə bilim, ətrafda baş verənləri eşitdikcə mənim hər dəfəsində insanlara olan güvənim itir. Kəş belə olmasaydı, kəş əvvəlki dövrdə kim olsaydı, hamı belə qapısını bağlayıb çıxıb getsəydi və
İndi sizə bir şey bölüşüm. Deməli, bizdə bu, baxın, bu qapı giriş hissəsinə lazım idi. Burada ayaqqabı şkaf mütləqdir. Çünki bizdə burada belə bir şkaf düzdür var, amma burada o qədər də komfort deyil. Yəni buradan ayaqqabını çıxar, gətir apar ora, o birbaşa və s. Nəysə bizdə belə bir ayaqqabı şkafı sifariş elədik. Zaten demişdim. Deməli, sadəcə bu belədir. Baxın, aralıdır. Bu hələ bundan da nazik modellər var. Biz hələ biraz enli olanı seçmişik. Baxın, yenə də istərsiniz belə fırlanır. Mən də bilirəm ki, Miya ilə Tosi dəqiqə baş gəlib buna çırpılacaqlar və iraq-iraq belədən başlarına düşər. Ona görə də usta təklif edir ki, gəlin baxın bunu belə, bura birləşdirək. Yəqin ki, bu belə qalmaz. Bu aşağısı aralı, yuxarısı birləşik. Amma qala da bilər. Yenə də problem deyil. Əsas odur ki, yellənməsin, başlarına düşməsin. Əsas odur pişiklərin, başqa heç nə. Belə sirmələr tam düzəldiblər. Bizimkilər baxın belə iki hissəlidir. Sadəcə bir də usta bizə məsləhət gördü ki, əgər makasin falan qoyacaqsınızsa, içinə corab qoymağınız daha məqsədə uyğundur ki, ucu gedib bura dirəşir və əzilmə baş verə bilər. Ona görə belə çox kompaktdır, yəni çox tez şəkildə hamısı bağladı. İndi gətirsin aparatını, son yekun işlərini görsün. Yekun halını bir də sizə çəkəcəm yəqin ki. Baxın, yekun olaraq belə oldu. Məncə çox qəşəng oldu həqiqətən. Həm çox işimizə yarayacaq, həm də ümumilikdə yaxşı olur. Miya test eləyir. Sirməsi. Sirməsinin için siləcəm olsa. Olsa təmizdir, amma yenə də üstün çölün falan sildim, amma içini də siləcəm. Gözləri belədir. Məncə çox yaxşıdır. Həm qiyməti yaxşıdır. Biz araşdırdıq. İmенно belə olanlar, bu qədər çox ayaqqabı gedən və enli olanların hamısı 200-dən başlayırdı. Ona görə də məncə bu qiymətə çox yaxşıdır. Belə. Bilmirəm, bunlar bunun üstünə getdi ya yox. Əslində o qədər də çox bəyənmədim. Siz nə düşünürsünüz? Öz fikrinizi yazın mütləq. Sadəcə bu belə aksesuar qabıdır. Bunun üçün biz həmişə açarlarımızı falan qoyuruq. Qapının ağzında olsa daha yaxşı olar deyə düşündüm. Bu qalsın mı, yoxsa qalmasın mı onu deyirsiniz. Buna da hal-hazırda tək qoymaqdansa yanına belə bir şey qoymağı seçdim. Bu da əslində yeni ildə aldığımız bir aksesuardır. Bilmirəm, nəsə o qədər də çox bəyənmədim mən. Amma yenə də fikirlərinizi deyirsiniz. Sizcə buranı dəyişdirib ağ rəngdənmi, ya qara rəngdənmi bir aksesuarlar alıb qoysam yaxşıdır, yoxsa müvəqqəti bunlar yaxşıdırmı? Mən evin hər yerindən bunların oyuncağını yığıram. İndi evdən çıxacaq birazdan. Ona görə də bunların oyuncaqlarını gərək hamısını atım koridora ki, orada oynasınlar. Hər yerdə bir oyuncaqları var ya bunların. Daşıyırlar ancaq. Xiaomi. Və biz rəsmi olaraq dəniz sezonunu açıq elan edirik. İnansız səhər-səhər ya da dünən heç planımızda yox idi. Anidən dedik hava çox istidir, əsl dəniz havasıdır. Dedik biz niyə dənizə getmirik? Beləliklə yola çıxırıq dənizə. Kamrana dedim mən üzrlü hesab eləməm, video editləməliyəm, yarım saatlıq yolda boşuna vaxt keçirə bilmərəm. Elə ona görə də bu videonu yolda sizin üçün editlədim. Sadəcə səsləndirməsini evə gəldikdən sonra elədim. Çünki arxa fonda səs olmasa yaxşıdır ki, səsim qarışıq başa düşülməsin. Bu arada aeroportun yanından keçirəm. Allah, mənə tezliklə bilet qismət elə, amin. Və nəhayət gəlib çıxdıq, amma burada səs-səda yoxdur. İnşallah insanlar vardır. Deməli, biz hal-hazırda Qlambiçə gəlmişik. İndi ətrafı da göstərəcəm sizə. Bizə belə bir biləklik verdilər ki, qolumuza taxaq. Bilmirəm, bizi ayırt eləmək üçün yəqin. Belə. Nəsə biraz sakitçilikdir, gözüm qorxdu. Baxın, Qlambiçin ümumi ərazisi belə görünür. Biz şezlonq aldıq, çünki hal-hazırda saat 10-da 4-dür. Yəni biz uzağı burada 1 saat yarım vaxt keçirəcəyik deyə. Şezlonq bizə kifayət edir, amma normalda gələndə burada yataq tipli yerlər var. Onlardan götürüyor, onların da qiyməti səhifələrində yazılıb. Əslində Qlam mənim çox sevdiyim biçlərdəndir və mən sizə şad xəbər verəcəkdim ki, güya Qlama artıq yeyib içmək gətirmək olur özünüzdən, həm də heç bir depozit falan ödəmədən. Bu çox yaxşı xəbərdir. Amma indi gəldim, gördüm ki, nəsə burada elə bir adam yoxdur. Adam varsa da indi görmürəm hələ ki. Ondan da əlavə elə bir baxımsız qoyublar biraz. Məsələn, əvvəl orta hissələrdə barlar var idi. İstədiyin
içkini alırdın, ot yox idi. Amma burada indi bu dəqiqə hər yerdə otlardır. Belə, nəsə bilmirəm. Ümid edirəm yaxşı olar, söz yox, amma hal-hazırda nəsə xoşuma gəlmədi çox da. Deməli, sizə birinci günəş kremlərimi göstərmək istəyirəm. Bu keçən ildən istifadə elədiyim bəllidir yəqin ki. Srok təbii ki, keçməyib, bilirəm. Baxmışam, yəni. Deməli, bu Eda Taşpınarın yüksək qorumalı günəş kremidir. Ən yaxşı qoruyucudur. Yəni, keçən il biz Maldivdə bir həftə ancaq bunu istifadə elədik və demək olar ki, yanmamışdıq. Bu isə La Roche-Posay'nin üzü üçün olan günəşdən qorumaq istədir. Bu mənim bir nömrə günəşdən qoruyucumdur. Çünki qətiyyən üzümü səpdirmir. Belə, kremlənək, indi gedək üzək. Bu arada ətrafı çox da çəkə bilmirəm, çünki xanımları, bəyləri o qədər də narahat eləmək düzgün deyil məncə. Amma yaxşı gəlmiş, necə istəymiş hava. Mən bura gəlib çatanda fərqinə vardım ki, həqiqətən hava çox istəymiş. Taksidə adam o qədər istəyirəmir. Bura çatan kimi bildiyiniz çox sərin bir külək əsir. Uşaq imkan versə danışacağım. Uşaqlara sevgim. Bu arada sizə bu klonumu da göstərmək istəyirəm. Bunu Kamran mənə Maldivdə hədiyyə eləmişdi. Orada 2 bəy gətirib, tezgah deyirlər də türkçə, Azərbaycanda bilmirəm, bir masa qurub belə satırdılar. Çox qəşəng deyil sizcə də. Burada yataq tipli olanlar da belə görünür. Dedim bunu da çəkim. Plan Beach ümumiyyətlə buzovna tərəfdədir və mənə elə gəlir ki, bu tərəflərin suyu daha təmizdir. Ən azından düzdür, giriş hissədə biraz yosun görünsə də, amma dərinə biraz gedəndən sonra artıq demək olar ki, su təmiz idi. Deyə bilmərəm ki, ayaqlarınız görünəcək qədər şəffaf idi. Təbii ki, amma cimə biləcək qədər də təmiz idi. Həqiqətən mən bəyəndim. Və biz dənizdən çıxdıq. Gördüyünüz kimi dəniz dozlu saçlarımı qurudub, makyaj elədim incilvari. Bunu da Instagrama çəkdim bu arada. Elə bir böyük makyaj deyil, sadəcə görürəm ki, dəniz sonrası qızlar belə videolar çəkir. Mən də çəkmək istədim. İndi də gəlmişik Amburana. Amburan mola. Həm burada yemək yeyəcəyik, həm də biraz gəzərik, ətrafa baxarıq, eləyərik. Buranı mən çox bəyənirəm. Mən sizlə ən böyük xəyalımı paylaşmaq istəyirəm. Mənim ən böyük xəyalım travel blogger olmaqdır. Bunu həqiqətən ürəkdən arzulayıram. Bu arada bəlkə buranı kimsə görməyib, gəlməyib. Ona görə də belə çəkim. Ümumi atmosfer baxın belədir. Zorlu Center alışveriş mərkəzi göstərmişdim, xatırlayırsınızsa Türkiyədə olanda. Ora bənzəmir. McDonald's, KFC və digər restoranlar mövcuddur. Coffee-shoplar da var. Yuxarı mərtəbəsinə qalxaq. Burada əyləncə hazırlayıblar uşaqlar üçün. Baxın, belə sulu boyalarla bu yerdəki rəsmləri boyamaq. Hamı ona görə də növbə gözləyir burada ki, boyalar qarışdırılsın və başlasınlar. Yuxarı mərtəbəsi belədir. Gəldiyim McDonald's sifariş eləməyə. Bu arada xəbəriniz olsun, Amburan Mallda digər McDonald'slara nisbətən qiymət bahadır. Necə bahadır? Səfərimizə 2 manat fərq var. Çoxdandır Big Tasty yemirəm. Səfərimizə 14 manat idi də, amma buradan 6.25'dir. Soslar da şəhərdə 90 qəpiyə olmalıdır səfərimizə. Çoxdan McDonald's yemirəm, indi fikir verdim. O qədər Popeyes'ə gedirəm ki, McDonald's unutmuşam. Nəysə ki, qiymətlərə baxa bilərsiniz. Siz hələ bu mənzərənin gözəlliyinə baxın. İnsan çox valeh eləyir. Axırıncı dəfə belə gözəlliyi yəqin ki, Maldivlərdə görmüşdüm. Evə gələn kimi ilk iş qaçıb gedib marujnamı götürdüm və gəlib oturub bunu yeyirəm. Çox ləzzətli. Əgər hələ də Bella marujnasını yoxlamamışsınızsa, yoxlayın mütləq. Şirin sevirsinizsə, şokoladda şirinlik olsun istəyirsinizsə, fındıqlı karamellisini, yox əgər biraz turşu olsun istəyirsinizsə, onda morxosunu mənim kimi yeyə bilərsiniz. Nəhayət evə gəldi, yorğunluğumuz biraz da çıxmışdı ki, Kamran dedi ki, gəcidə alışveriş edik, ona görə də marketdəyik. İlk iş gəldik ki, ətimizi seçək, həm tikə, həm də ki, qiyməlik. Evdə bu dibi yoxdur, amma döşəti var, ona görə də sadəcə bu dibi alacağım, onda mərcandan təbii ki. Biz son vaxtda ümumiyyətlə mərcanın toyuqlarına və toyuq hissələrinə dadanmışıq. Həqiqətən dadı çox yaxşıdır. Orada açıq bu dibi qalmayıb deyə, ancaq belə qalıb. Ona görə də bunlardan götürəcəm. Elə 2 dənəsi mənə kifayət eləyər.
Bir dənə də bütöv toyuq götürəcəm. O da bu olsun. Bunu götürəcəm. Əlim doldu sadəcə. Çəkirəm ki, bunu götürəcəm. Sonra kameranı söndürəndən sonra götürürəm. Bir də burada təzə-təzə hamsi kimi bir şey var. Yəni balıq növüdür. Klıq nədir? Klıq balıqdır, nəysə. Təzədir. Bunu buzluq üçün almışam ki, buzluğa atacağım. 2027-yə qədər saxlamaq olur, 1 il qədər. Deməli, indi qaymaq götürəcəm. Mən bu qaymaqlardan istifadə edirəm əslində. Məncə normaldır. Və mənim sevimli feta pendirim. Sadəcə bir şey var ki, 450 qramı 5 manatdır. 9 qramı da 10 manat 69 qəpik. Yəni burada sadəcə 70 qəpik uduzduruq. Məsələn, Biz bu pendirlərdən 3 dənə götürmək qərarı verdik. Çünki hazırda endirimlər düzdür, böyük bir endirim deyil. Yəni məsələn 9 qramı 10 manat 70 qəpikdir, 450 qramı 5 manatdır. Arada 2 dənə bundan götürsək, bunun çəkisini verir, amma 70 qəpik daha ucuz. Yəni fərq 70 qəpikdir. 2 dənəsini götürəndə bir dənəsinin üstündən. Biz də 3 dənəsini götürürük. Çünki çox sevirik və hər səhər, hər axşam demək olar yeyirik. İndi isə süd götürəcəyik. Mənə bir dənə bütöv dondurma üçün lazımdır. dondurma üçün də əməli yaxşı. Olar, bunu götürək. Peki bu dəfə bunlardan götürək 2 dənə. Olar, endirimdədirsə, niyə də yox? Bunlar biraz dadsız gəlir yəni. Olar, onu götürək. 2 dənə ondan götürək. Əslində bu daha baha olur ona baxanda. Nədənsə endirimlər. 2 manat 79 qəpikdir bax, normalda sadəcə 2 manat 29 qəpiyə düşüb. Amma onlar elə normalda da 2 manat 69 qəpikdir. Yəni 10 qəpik fərqləri var. Xlepsi olaraq ən sevdiyim xlepslər bunlardır. Ona görə də bundan götürəcəm. 2 dənə götürüm. Onda biri bu olsun, biri də bu olsun. Bunu istəyirsən? Fərqlidir. Bunu götürək bir dənə də. Əl sabunu olaraq ən son götür. Əl sabunu olaraq ən son bunlardan almışdıq. Həqiqətən yaxşıdır. Əli qurutmurlar, həm də endirimdədir. 3 manat 30 qəpiyə düşüb. Endirimdə olduğunu görəndə mənim yoldaşımın abartma şəkli. Pendirdən 3 dənə, süddən 2 dənə, bundan 3 dənə. Evləndən sonra bir şeyə başa düşmüşəm ki, ümumiyyətlə hər şeyi endirimdənsə çox almalı. Stoklamaq lazımdır. Onsuz da onu alırsan. Məncə də. Al canım tutarsın. Yadındadır xəbərlərdə bir kişi hələ uşağı doğulmamışdı, ona pampres almışdı və uşaq doğulandan sonra nə qədərsə 1000 TL mi, nə qədərmi qabağa düşmüşdü. Neçə dənə götürüm? 3 dənə götürüm. Niyə ki? Bax, üstünə oxu. Bu bizim ən sevdiyimiz köftə qatqısıdır, belə deyək. Köftənin içinə qatırsınız və bişirirsiniz, əlavə etsinə ehtiyac yox. 1 kiloqram yazsın. Hə. Götürəmiş. Okay, 3 dənə götürdük. Qiyməti də 2 manat 75 qəpik. İndi kartof seçirik. Biraz kartof alacağıq. Tamam, içəlim. Pomidor səhrai pomidordur və qiyməti 3 manat 50 qəpikdir. Yaxşı anladım. Biz evə gedəndə axırıncı Quba vlogumda sizə şaftallı piroq göstərmişdim. Onu hazırlamaq istəyirik. İnşallah alınar. Alınmasa keksimizi də götürüb gedəcəyik Altınoy ilə Elçingilə. Neçə dənə? 4 dənə lazımdır. Bəsdir. Məncə hə. Deməli, hər ehtimala qarşı 2 dənə də at. Hə. Mən özümə belə göbələklər götürdüm. Özümə deyəndə ki, yəni yemək hazırlayanda mən göbələyi çox sevirəm. Toyuğun yanında, ümumiyyətlə belə göbələkli yumurta eləməyə və s. ona görə göbələk. Xiyar götürmüşük bu arada, onu da göstərmədim deyəsən. Bir də 1 ədəd kabaçki. Və evə gedirik. Mən burada dondurma hazırladım. Öz bildiyim cürə, öz bildiyim əslində yoxdur. Sadəcə özümün uydurduğum var. O formada çeyrəkli burada dondurma hazırladım. Sabah yeyim. Əgər dadı yaxşı olsa reseptini sizə deyərəm. Deməli, keçən dəfə sizə çox təriflədiyim şaftal piroqunu indi biz də evdə hazırlayırıq. Ümid edirəm ki, onlar qədər dadlı eləyərik, yoxsa biabır olduq. Deməli, bir stəkan şəkər tozu, sonra nə tökmüşəm başqa? Su kimi olan şey nə idi? Mənim unutqanlıq. Qatıq, hə, 1 stəkan qatıq, 1 stəkan duru yağ, 1 ədəd vanil. Əvvəlcə bunları qarışdıraq. Deməli, çox yox, bu dediyim ingredientləri 2-3 dəqiqə qarışdırırıq, sonra 1 stəkan ayırırıq. Qalanı da qalır bu qabda. İndi tökək bura, əlimizi üzümüzə dağıtmadan, batırmadan. Bu üçün içinə qama daxtay. Nəysə, sorğulamırıq, bu qədər qaldı. Hazırladığım üçün telefon qırağa qoyub
çəkə bilmirəm, çünki reseptə baxmalıyam. Nəysə, deməli içərisinə 3 dənə yumurta, bir dənə qabartma tozu, 2 stəkan da un tökdüm indi. Burada sizə səhv məlumat verirmişəm deyə üstündən səs yazıram. Mən burada deyirəm ki, bu qarışımı təkrar içinə qaytarırıq, amma sən demə elə olmalı deyilmiş. Tam bişəndən sonra bu qarışımı onun üstünə tökmək lazım imiş. Birazdan başa düşəcəksiniz. Burada da Kamran belə şaftalları doğrayıb. Bu qalınlıqda təxmini biz doğramışıq. İndi görək bundan bəlkə də qalın lazımdır, yoxsa nazik lazım ola biləcək. Bir də biraz da içinə tökməyə belə çıqılı-çıqılı doğramışıq. Gəlin bunu da içinə qataq. Ən az tozda biraz da qarışdıraq. İçinə tökək, amma mən balaca bir səhv eləmişəm. Siz mənim elədiyim səhv eləməyin. Mən cümləni səhv başa düşdüm. Elə bildim deyir ki, digər ingredientləri içinə tökəndən sonra stəkandakı mayenin qalan mayeni təkrar tökünsün. Amma sən demə deyirmiş ki, qalan mayenin içinə bu ingredientləri tökün və qarışdırın. Nəysə, bişəndən sonra da o stəkanda qalan səndəmə üstünə tökməliymişik. Amma onu da başa düşmədim ki, o axı çiğ şeydir. Necə onun üstünə tökəsiydik? Qatıq. Amma yox çiğdir. Nəysə, mən səhv elədim, siz eləməyin. Resepti dəqiq oxuyun. Linki aşağı qoyacağam. Bəli, Elçinə səslənmək istəyir buradan. Buyurun. Bir dənə şirniyyat bişə salmısan mənə. Xahiş edir Elçin müəllim, şirniyyat bişirməyin. Bu arada bəlkə vloqumu izləyənə bilir ki, söhbət nədən gedir. Bizdə hələ ki belə alınıb, indi üstünə şaftalları düzməliyik. Sərdən xanım qabları yuyarkən, mən də boş dayandım. Biz reseptdə bir balaca səhv eləsək belə dəhşət dadlı alınmışdı və düzgün resepti bir neçə gün sonra təkrar yoxladım. Həqiqətən hər iki formada çox bəyəndik. Siz də mütləq şəkildə yoxlayın hazır şaftalının sezonu üçün. Videonu isə elə burdaca sonlandırmaq istəyirəm. Növbəti vloqlarda görüşmək üzrə. Özünüzə yaxşı baxın. Hələlik.